İki qoçun başı bir qazanda qaynamaz deyirlər. 10 illiklərdir yaxın şərqdə hegemon olan İsraillə Osmanlı imperiyasının qüdrətini bərpa etməyə iddialı kimi görünən Erdoğan doğrudan da toqquşa bilərmi? İsrail hökuməti erməni soyqırımı iddialarını niyə məhz indi müzakirəyə çıxarıb qəbul etdi? Niyə bəzi təhlilçilər düşünür ki, İsrailin bu qərarı bəlkə də İlham Əliyevin 23 illik hakimiyyəti dövründə qarşılaşdığı ən ciddi xarici siyasət böhranı ola bilər? Əslində bu suallar ətrafında aparılan analizlər araşdırıb. İsrail hökuməti 1915-ci ildə Türkiyədə baş verənləri erməni soyqırımı kimi tanımasını belə əsaslandırıb ki, bu bir mənəvi borcdur və soyqırımı inkar edənlərə qarşı yönəlmiş bir addımdır. Türkiyə Xarici İşlər Nazirliyi isə bunu İsrailin Qəzzada apardığı əməliyyatların nəticələrini ört-basdır etmək niyyəti ilə əlaqələndirib iddia edib ki, Qəzzada baş verənlər soyqırımdır. Hələ aprel ayında Ankara-Tel-Əviv münasibətlərindəki gərginlik fonunda Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan mətbuat açıqlamasında demişdi ki, İrandan sonra İsrail düşmənsiz yaşaya bilməz və Ankaranı yeni düşmən kimi təqdim etməyə çalışır. Lakin onu da vurğulamışdı ki, Türkiyənin mövqeyi ölkəni müharibəyə sürükləməməkdir. Lakin məsələ burasındadır ki, Türkiyə prezidenti Erdoğanın çıxışlarında İsrailə qarşı açıq aqressiya mesajları müşahidə olunmaqdadır. Məsələn, 2 il qabaq Erdoğan Fələstin məsələsindən danışanda İsrailə qarşı yönələn fikirlər səsləndirmişdi və demişdi ki, necə ki Qarabağa girdik, necə ki Liviyaya girdik, eynisini onlara da eləyə bilərik. Bunu etməməyimiz üçün bir səbəb yoxdur. Sadəcə güclü olmalıyıq ki, bu addımları ataq. Buna görə də İsrail siyasi elitası Türkiyə prezidentinin Yəhudi dövlətinə qarşı ritorikasını ciddi qəbul etdiyini bildirir və bunu İsrailin məhvinə təhdid kimi görür. İsraildə Türkiyə prezidentinin bu sözləri Türkiyənin özünü regionda anti-İsrail siyasətinin mərkəzi oyuncusu kimi təqdim etməsi kimi qəbul edilir. Hətta İsrailin baş naziri Benyamin Netanyahu bunu kabinetin iclasında da deyib. Erdoğanın İsrailin məhvinə çağırmadığı gün demək olar ki, yoxdur. Biz bu sözləri çox ciddi qəbul edirik. Çünki xalqımızın tarixindən öyrəndiyimiz bir şey varsa, bu da odur ki, kimsə sizi məhv etmək niyyətində olduğunu deyəndə, siz də onları ciddi qəbul etməlisiniz. Bu ritorik qarşıdurma İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində 10 minlərlə insanın qətlə yetirildiyi dönəmdə daha da alovlanıb. Bu həm də o dönəmdir ki, yaxın şərq bölgəsində həm Türkiyə, həm də İsrail aktiv şəkildə lider obrazında çıxış etməkdədirlər. Bəzi siyasi təhlilçilər hesab edirlər ki, baş verənlər böyük geosiyasi məsələlərdən qaynaqlanır. Həm Türkiyə mediasında səslənən fikirlər, həm də Erdoğan hakimiyyətinin yürütdüyü siyasət bunu deməyə əsas verir ki, məsələ yaxın şərqdə nüfuz və söz sahibi olmaq uğrunda mübarizədir. Başqa sözlə, Erdoğan hakimiyyəti yaxın şərqdə keçmişin Osmanlı qüdrətini və nüfuzunu yenidən özünə qaytarmaq uğrunda mübarizə aparır. Bu mübarizədə Türkiyənin rəqibi İsraildir və İsrailin də bugün apardığı savaş yaxın şərqdə hegemonluğu əldə saxlamaq uğrundadır. İsrail-Türkiyə qarşıdurmasını analiz edən bəzi təhlilçilər hesab edirlər ki, İsraildə İrandan daha çox narahatlıq Erdoğanın Türkiyəsi və Əhməd Əl-Şaranın Suriyası ilə bağlıdır. Hətta İsrail müxalifəti də hesab edir ki, İranın Şiə imperiyası dövrü sona çatır və Türkiyə, Suriya və Qətərdən ibarət yeni bir müsəlman qardaşlığı oxu yaranır. Məsələn, keçmiş baş nazir Naftali Bennett İrandan sonra Türkiyənin mümkün növbəti çətinlik kimi təqdim edib və onun Ankaranın regional İslam İttifaqı quracağı təqdirdə potensial qarşıdurma ilə bağlı xəbərdarlığı göstərir ki, İsraildə tədricən Erdoğanın Türkiyəsinin müvəqqəti deyil, uzunmüddətli təhlükəsizlik probleminə çevrildiyi barədə partiyalar arası konsensus yaranır. Amma eyni zamanda Türkiyənin İran olmadığı anlayışı da var. Onun fərqli davranış modeli, Qərblə fərqli əlaqələri, fərqli iqtisadiyyatı və beynəlxalq sistemdən fərqli dərəcədə asılılığı var. Ankara son dərəcə sərt danışa bilər, amma yenə də hərəkətlərini praqmatik şəkildə hesablamağa davam eləyir. Erdoğanın İsraillə birbaşa müharibədə marağı yoxdur. Necə ki, İsrailin aparıcı NATO üzvü ilə açıq münaqişədə marağı yoxdur. Buna görə də hazırda əsas təhlükə iki tərəfin sabah birbaşa qarşıdurmaya çevrilməsi deyil, bunun qaçılmaz olması kimi davranmağa başlamasıdır. Gözümüzün qarşısında yeni bir yaxın şərq reallığı belə ortaya çıxır. Türkiyədə isə bəzi akademik siyasi çevrələrdə iki ölkə arasında proses daxili siyasətin xarici siyasəti girov götürməsi kimi xarakterizə edilir. Bu mövzuda BBC-yə danışan İzmir Katib Çələbi Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin dosenti Tuğçe Ersoy deyib ki,
Bu qarşılıqlı sərtləşmə, qarşıdurma və ritorika hər iki tərəf üçün əslində daxili siyasətdə yanacaq funksiyasını yerinə yetirir. Netanyahu əslində sərt və münaqişəli bir profil cızaraq bir növ konsidilə etməyə çalışır. Türkiyə cəbhəsində də əslində bu regional liderlik iddiası ilə bağlıdır. Bu arada hər iki dövlətin liderinin, Recep Tayyip Erdoğanın və Benyamin Netanyahunun avtoritar siyasi kimliyinə diqqət çəkən bəzi siyasi təhlilçilər hesab edirlər ki, əslində üzdə olan gərginlik iki avtoritarın ölkə daxilində üzləşdiyi problemlərdən diqqəti yayındırması cəhdidir. Hətta BBC-yə danışan keçmiş diplomat Alon Pinkas deyib ki, amma İsrailin kəşfiyyat təşkilatı Mossad ilə Türkiyə xarici və hərbi kəşfiyyatının mütəmadi təmasda olduğunu öyrənsəm təəccüblənmərəm. Azərbaycandakı bəzi siyasi təhlilçilər isə hesab edirlər ki, İsrailin bu qərarı bəlkə də İlham Əliyevin 23 illik hakimiyyəti dövründə qarşılaşdığı ən ciddi xarici siyasət böhranı ola bilər. Çünki Azərbaycan hakimiyyəti uzun illər Kremlin verdiyi siyasi dəstəklə İsrailin Yəhudi lobbisinin təmin etdiyi qəti qərb dəstəyi və bu iki dəstəyin arasındakı ziddiyyətləri idarə etmək üçün Ankaradan aldığı müqayisə olunmaz dəstəklə təmin olunub. Bu fikrin tərəfdarlarının qənaətincə artıq Kreml öz əhəmiyyətini itirib. İsrailin bu qərarına qədər çox harmonik olan Türkiyə-Qərb dəstəyi isə indən sonra kəskin qarşıdurma yaşaya İlham Əliyevi çətin seçim qarşısında qoya bilər. Və əgər Ərdoğanla münasibətləri pozarsa, bu Əliyevin elektoral legitimliyini tamamilə itirməsi, dolayısıyla çöküşü ilə nəticələnə bilər. Lakin İsraillə, dolayısıyla Qərblə münasibətlərini pozarsa, Əliyev dünyanın gözündə simpatiya bəslənən diktatordan Qəddafi səviyyəsinə enə bilər. Yeri gəlmişkən, fevralda ABŞ-la İsrailin İrana raket hücumlarından sonra Azərbaycan da İran sərhədini keçən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı. Onda Prezident Əliyevin İrana qarşı sərt və aqressiv çıxışı Türkiyənin bəzi siyasi dairələrində ciddi etirazla qarşılanmışdı. Hər halda baş verənlər ondan xəbər verir ki, Azərbaycan iqtidarı İsraillə siyasi qarşıdurmada olan qardaş Türkiyə ilə müttəfiqlik etdiyi İsrail arasında seçim qarşısında qalıb. Yəni rəsmi Bakı üçün məsələ həm də yaxın şərqdə hegemoniya və dominantlıq uğrunda qarşı-qarşıya duran iki ölkədən hansı birinin, İsrailin yoxsa Türkiyənin yanında durmaq seçimidir.